Bugün trenerim Ramil Bey məni əməli başda yığdı sürüdü sözləriyle. Çok asil bir şekilde, kibar bir şekilde burnumdan getirdi. Elə kübarca sözlər işlətdi ki, utancımdan da bilmədim hara gedim. Çünkü neçə gündür yeyirəm. Ona göre kilo vermiştim, 1 kilo almışım. Ama disiplinini sevdim. Anladım ki, mən doğru eləmişəm, onun yanına getmişəm. Doğru eləmişəm, onunla davam eləyirəm idmana. Çünki işində profesyoneldir. Yəni öyle başdan sovda eləmir. İşinin sonucunu görmək istəyir. Yəni sən kim olursan ol. Mən özüm də trenerəm, özüm də müəlliməyəm. Amma bu o demək deyil. Oraya gedirəmsə orada mən öğrencisiyəm, onun şagirdiyəm. Qəşən Allah razı olsun ağzım payını verdi. Ama dedi yeni ili qəşən keçirin, yeni ildən sonra. Yani belə deyim də elə kübarca dedi ki, yani burnunuzdan fitil-fitil gətirəcəm dedi də, belə düşünün. Sen burada nə edirsən? Ona göre yaza fit gireceğiz. Evet. Buna bakın, buna bakın, buna bakın. Bu. İt balası. Ah.